Sumqayıt şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə möhtəşəm ümumşəhər bayram tədbiri təşkil olunub. Yüksək təşkilatçılıq səviyyəsində keçirilən tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin bu əlamətdar günlərə verdiyi xüsusi önəmi bir daha nümayiş etdirib. Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə müəssisə və təşkilatların və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bütün Sumqayıtlıları və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. Onlara möhkəm cansağlığı, firavan həyat və yeni nailiyyətlər arzulayıb. Zakir Fərəcov çıxışında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün tarixi əhəmiyyətindən geniş bəhs edərək bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla Azərbaycanlını bir amal, bir ideya ətrafında birləşdirən milli birlik və həmrəylik bayramıdır. Qeyd olunub ki, 31 dekabr tarixinin bayram kimi təsis edilməsi ilə bağlı qərar 1991-ci il dekabrın 16-sında Ümumilli lider Heydər Əliyev tərəfindən verilib və bu qərar Azərbaycan xalqının milli şüurunun formalaşmasında mühüm rol oynayıb. Şəhər rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və həmrəylik siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya Azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və prinsipial addımlar atılır. Bu siyasət həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Zakir Fərəcov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda davamlı sosial-iqtisadi inkişaf təmin olunub və 2025-ci il Sumqayıt şəhəri üçün də uğurlu illərdən biri olub. O, ötən il ərzində şəhərdə həyata keçirilən geniş miqyaslı layihələr, infrastruktur yenilikləri, sosial obyektlərin tikintisi və abadlıq işləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 76 yaşlı Sumqayıt bugün Azərbaycanın müasir şəhər nümunəsinə çevrilib. Son illər icra olunan uğurlu layihələr şəhərin simasını tamamilə dəyişib. Müasir yollar, abad məhəllələr, yeni parklar və istirahət məkanları Sumqayıtın gündən-günə daha da gözəlləşdiyini göstərir. Böyük sənaye potensialına malik olan şəhər, eyni zamanda sosial rifahın yüksəldiyi, insanların rahat və təhlükəsiz yaşadığı məkana çevrilib. Tədbir çərçivəsində şəhərin sosial-iqtisadi həyatında, ictimai və mədəni sahələrdə səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub. Fəxri fərmanlar müxtəlif sahələrdə təhsil, səhiyyə, mədəniyyət, sənaye və ictimai fəaliyyət istiqamətində göstərdikləri nümunəvi xidmətlərə görə təqdim edilib. Şəhər rəhbəri onları təbrik edərək Sumqayıtın inkişafında hər bir vətəndaşın əməyinin dəyərli olduğunu vurğulayıb. Bayram tədbiri zəngin konsert proqramı ilə davam edib. Respublikanın tanınmış incəsənət nümayəndələri, sevilən müğənnilər və yaradıcı kollektivlər səhnədə biri-birindən rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Azərbaycan və dünya musiqisinin ən gözəl nümunələri səsləndirilib. Bayram əhval-ruhiyyəsi şəhər sakinlərinə unudulmaz anlar yaşadıb. İfaçılar tamaşaçıların gür alqışları ilə qarşılanıb. Yüksək səviyyədə təşkil olunan bu ümumşəhər tədbiri Sumqayıt şəhər İcra Hakimiyyətinin şəhər sakinlərinə göstərdiyi diqqət və qayğının, milli dəyərlərə və dövlət bayramlarına olan hörmətinin bariz nümunəsi kimi yadda qalıb. Sumqayıtların yeni ilini təbrik edirəm. Ötən il bizim üçün çox əlamətdar oldu. Bizim Qarabağa, mənim doğma vətənim Laçınıma qayıdış proqramı çox ciddi şəkildə davam etdi. Düşünürəm ki, növbəti ildə də bu uğurlu fəaliyyət həm Respublika Prezidenti Cənab İlham Əliyevin yeritdiyi çox gözəl siyasət nəticəsində davam edəcək. Yeni ildə hər kəsə can sağlığı, uğurlar və xoşbəxt həyat arzulayıram. Milli həmrəylik günümüz və yeni ilimiz gəlir. Mən həmrəylik günü və yeni il münasibəti ilə dünya Azərbaycanlılarını təbrik edirəm. Onların hər birinə möhkəm can sağlığı arzulayıram. Həmrəyliyimiz mübarək olsun. Birliyimiz bizi neçə zirvələrə aparsın inşallah. Qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə təbrik edirik. Təşəkkür edirik. Nə gözəl məclis təşkil ediblər bugün Sumqayıt şəhərində. Bayram tədbiri Sumqayıtda həmrəylik, birlik və yeni uğurlara inam ovqatını daha da gücləndirib. Şəmistan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.